Hoş gördük, hoş gördük. Her vaxtınız xeyirli olsun. Qonaq gəlmək olar, qardaş. Hoş gördük əziz izləyicilər. Bu günləri mən sizə Xırdalan şəhərində Af yaşayış kompleksindən yuxarıda, əla bir yerdə, hündür bir ərazidə Kupçalı tam mülkiyyət, torpağın da evin də çıxarışı olan bir dənə də burada xurma ağacı var. Padvalına bax, geniş bir padvalı olan deməli 1, 2, 3, 4, 5, 6, 7 daş kürsüdə 3 otaqlı, qoşa daşla tikilmiş şəxsi ev. Şəxsi evimizi, 3 otaqlı şəxsi evimizi çəkib təqdim edirəm. Evin üz görünüşüdür, bax belə bir üz görünüşüdür. Doğrudan da çox gözəl vurulur. Həqiqətən, yeni təmirdən çıxır. Gəl çıxaq qardaş, yavaş yavaş, biraz tezləşdirək ki, işlərimiz var. Evin kombi aparatı da var, radiatorlar da var, istiri sistemi kombidir. Giriş isə buradır, koridor sistemidir. Wi-Fi-na qədər evin qoyulub. Deməli, sol tərəfdə böyük bir mətbəxi var. Pəncərənin ağzından da çəki görsünür. Bütün pəncərələrin qarşısı da açıqdır. Çox genişdir mətbəxi. Qoşa daşla inşa olunub. Gəl. Deməli, yerləşmə izah elədim də Xırdalan şəhərində, Af yaşayış kompleksində, yuxarı hissədə, bura sanitar qoşağıdır, belə bir sanitar qoşaq, bütün aksesuarlar qoyulur, hamısı. Gəl keçər, bura onun yataq otağıdır, uşaqlar üçün nəzərdə tutulub. Genişdir, pəncərələrin qarşısı da açıqdır. Qardaş, üzül mənə belə çör, əlaçı. Gəl bura ikinci yataq otağına. Deməli, ikinci yataq otağında bu taxtı, şifanerdir, bunlar qalacaq. Bu oldu onun ikinci. Təmirinə də söz ola bilər. Çox gözəl təmir olunur. Gəl, qonaq otağına, qonaq otağında. Ya Allah, bu kresoları da saxlayırıq inşallah. Gəl, keç o tərəfə bax. Belə bir qonaq otağı var. Əla təmiridir, genişdir. Haradasa biz 25 kvadrat sahəsidir qonaq otağının. Həyəti də möhtəşəmdir. Bir maşın rahatlıqla girir. 1,5 sotun içində Kupçalı 3 otaqlı həyət evimiz Xırdalanda əla bir yerdə, hündür bir ərazidə. Qiymətə bax. 88.000 manata. 88.000 manata bu evə sahib ola bilərsiniz. Qiymət barədə bizlə əlaqə saxlayın. İnşallah sahibi ilə danışarıq, razılaşarıq Allahın köməyi ilə. Allah satana da alana da xeyir versin. Sağ olun, minnətdarım.